Balaylı niyə yarım milyonluq maşın sürməsin ki? Niyə sürməsin? Mən elə sualı sizin Hə, var. niyə sürməsin də? Yəni Balaylı da bu xalqın övladıdır, işləyir, əzab əziyyət çəkir. Açıq şəkildə deyəcəm. Başqaları kimi gedib siqaretə pul vermir, içkiyə pul vermir, narkotika pul vermir. Maşın alır özü üçün, ev alır özü üçün, ailə uşağına yaxşı baxır. Balaylı qazancını yaxşı yerə xərcləyib bu vaxta qədər. Balaylı bu vaxta qədər öz pulunu öz dostlarına belə içkiyə almayıb onlara. Evimdə belə bu vaxta qədər içki olmayıb mənim. Yığmışam pulumu, qardaş, ev özümə maşın almışam da. Burada nə pis var ki, indi dövlətimiz də şərait yaradıb, kredit var, banklar var. İndi yarısını özüm vermişəm, yarısını da xırda-xırda verirəm. Bunun sizə nə dəxli var ki? Ronaldo'nun 2 milyard pulu var. Neynəsin? Ronaldo ancaq futbolçu olmalıdır. Reklama çəkilməməlidir. O da reklama çəkilib pul qazanır. Mənim gül dükanım var. Güldən qazanıram. Reklamlara çəkilirəm, qazanıram. Kinolara çəkilirəm, qazanıram. Meyxanadan gedirəm, qazanıram. Qazandığımın da qədrini bilirəm. Mən milyon qazanmıram. Amma qazandığımın qədrini bilirəm. Allah onu milyon eləyir mənim üçün. Allah hər zaman ruzi. Bir şeyə ki, ruzuva ki, dəyər verirsən, ruzuva ki, haram qatmırsan, onda Allah sənin üçün bir əmin eləyir. Var belə bir məsələ deyir, mənə bir addım at, mən sənə 10 addım ataram. Allah görür ki, bu insan içmir, çəkmir, narkotik eləmir. Açıq şəkildə də deyirəm, elə belə də verərsiniz. Nədən qorxuram ki? İçmirəm, çəkmirəm, pis. 3 aydır ki, siqaretlə belə tərk etmişəm, bununla əlaqəli olaraq. Belə şeylərdən tamamilə uzağam. Hər vaxt uzaq olmuşam, heç vaxt yəni bu yolcusu olmamışam. Ona verdiyim pulları, ki ona verilən pulları mən yığmışam, getmişəm özümə maşın almışam, getmişəm özümə almamışam 50 manatlıq köynək, 500 manatlıq köynək almışam, getmişəm özümə almamışam 100 manatlıq ayaqqabı, 1000 manatlıq ayaqqabı almışam, almamışam 50 manatlıq saat, almışam 10 minlik saat. Pulumu yığmışam, qədrini bilmişəm, dükanım var, atam işləyib, özüm də qazanmışam. Neynəməliyim? Yox, mən sən kəramətə görə ancaq 07 sürməliyəm ömrümün axırına qədər. Ağlın olsun, geçsən də al. Vermə içkiyə pul. Az qalıb içində yatasısı da. Səhv danışmıram. Vallahi mən düzünü danışıram. Ola bilər biraz kobud danışıram, amma olduğu kimi danışıram mən.